Salam dəyərli şagirdlər və abituriyentlər. Dövlət İmtahan Mərkəzi test toplusundan qaldığımız yerdən davam edirik. Deməli, bugün e, ikinci test toplusuna mövzular arası əlaqə bölməsinə baxacağıq. 26-ya qədər olan sualların izahı kanalda yerləşdirilib. Uzun müddətdir ki, ardını çəkə bilmirik və bir çox şagirdimiz izahların ardını istəyir. İmtahanı da az bir müddət qalıb. Ona görə çalışacağım ki, bugündən sonra hissə-hissə bu sualların izahının hamısını kanala yerləşdirim. Sizdə dəstək olmaq üçün abunə olmağı və bəyənməyi, həmçinin dostlarla paylaşmağı unutmayın ki, onlar da faydalanmış olsunlar. İndi isə gəlin uşaqlar baxaq suallarımıza, görək burada nə kimi suallar var. Xırda baxaq. Demək, 27-də nə deyir? Kənd sakinləri deyirlər. Qurd tükünü dəyişər, xasiyyətini dəyişməz. Verilmiş cümlə haqqında səhv fikir hansıdır? Evet, ve bu cümledeki vasitesiz nitq tərəfləri qarşılaşdırılan tabesiz mürəkkəb vasitəsiz nitqin tərəfləridir. Vasitəsiz nitqləri bu dırnaq içərisində olan cümlə vasitəsiz nitqdir, amma qurd tükünü dəyişər, lakin xasiyyətini dəyişməz. Deyir ki, vasitəsiz nitq tərəfləri qarşılaşdırılan tabesiz mürəkkəb üçün. Və burada qarşılaşdırma var. Görürəm uşaqlar? Fikir qarşılaşdırılır. Lakin deyir ki, axıra qədər baxırsan da sən tabesiz mürəkkəb cümlədir. Bax, dəyişər kim? Qurd. Xasiyyətini dəyişməz kim? Qurd. Elə deyil. İki xəbər bir mübtədaya aidsə bu nə olacaq? Həmciz xəbərli sadə cümlə. Bu tabesiz mürəkkəb cümlə olmayacaq. Yəni səni burada çaşdırır. Qarşılaşdırılan deyil, deyirsən hə qarşılaşdırma var da burada. Lakin də özüm qoya bildim, elə deyil. Amma tabesiz mürəkkəb cümlə deyil axı. Diqqət eləsən görsən ki, iki xəbər eyni mübtədaya aiddir. Bu da şey olur. Həmciz xəbərli sadə cümlə olur. Səhv fikir istədiyi üçün səndən 27-də cavabın olacaq A variantı. Vasitəsiz nitqli bu cümləni vasitə nitqə çevirmək mümkündür. Təbii ki, bax. Kənd sakinləri deyirlər ki, kini artırdım. Vergülü qoydum, oldu vasitə nitq. Müəllif sözlərində mübtəda söz birləşməsi ilə ifadə olunub. Müəllif sözlərində kim? Kənd sakinləri. Müəllifin sözü burada da düzdür. Tükünü, xasiyyətini mənsubiyyət və hal şəkilsi qəbul. Tükü, bu mənsubiyyət, bu da hal. Elə xasiyyəti, bu da mənsubiyyət, bu da hal. Dəyişər, dəyişmə, təsdiq və inkarda olan feil, xəbər nədir? Təsdiq və inkar feillərlə ifadə olunmuş feil xəbərdir. Bəli, dəyişər. Biri təsdiqdədir, bir dəyişməz inkardadır, eləmi? Və feili xəbərdir. Bu da doğru fikir. Yəni cavabın olacaq A variantı. Belə. 28-də deyir ki, hansı nümunədə zərfdən düzəlmiş sifət cümlənin ismi xəbəridir? Zərfdən düzəlmiş sifət. Gəlin baxaq. Aşağısında idi. Bu elə zərfin özüdür. Kəndin aşağısında özü söz birləşməsidir burada. Xəbər isim sözlə ifadə olunmuyor. Yəni səndən nə deyir? Zərfdən düzəldilmiş sifət. Yəni sözün özü olsun da, xəbər elə deyil. Burada kəndin yiyəlik, aşağısı mənsubiyyət. Görsən, burada ismi birləşmədir. İsmi xəbərdir, amma bu deyil axı. Sizin təmir etdiyiniz stullar aşağıdakılardır. Hə, bax, aşağı zərfdir, dakı elədi onu sifət. Bu da oldu təklikdə xəbər. Elə deyil. Ona görə sənin cavabın nə olacaq? B variantı. Bugünkü sözü də, o da mürəkkəb sözdür. Dünənki, məsələn, belə deyək. Dünən zərfdir ki, orada ki, ümumiyyətlə dakı, ki və dakı şəkilçisidir. Uşaqlar çox vaxt elə zərfin üzərinə artırılaraq yalnız hansı sualına cavab verən sifət düzəltmiş olur. Ağappaq idi, bu sifətin özüdür. Zərfdən falan düzəlməyib. Qabaqlamaq feildir, düzəldilmişdir feildir. Hansı birində zərfdən düzəlmiş sifət eyni şeydir. Bax, dünənki. Görsən? Dünən zərfdir. Ki də leksik şəkilçi olur sifət. Eyni tipli deyə tam ətraflı baxmadım. Hansı tabesiz mürəkkəb cümlənin tərkibi hissələrindən biri qeyri-müəyyən şəxslidir, ikincisi müəyyən şəxs cümlədir. Baxaq. Aşı bişirən yağ olar, gəlinin üzü ağ olar. Ağ olar. Gəlinin üzü bu mübtəda yoxdur. Eləmi? Şəxsiz cümlədir. Yağ olar. Nə? Aşı bişirən. Kim daha doğrusu? Burada biri müəyyən şəxslidir. O biri şəxsiz. Səndə nə deyir? Biri qeyri-müəyyən şəxs olsun. İkincisi müəyyən şəxs olsun. Getdi heç. Gecənin yarısı idi, qapımız döyüldü. Gecənin yarısı idi, qapımız döyüldü. Nə qapımız? Bu şəxssizdir bu. Müəyyən şəxslidir.
Gah peşəkar artistlər tamaşa göstərir. Tamaşa göstərir kim artistlər müəyyən şəxslidir. Gah da öz fəaliyyət kollektivləri çıxış edirlər. Kim? Öz fəaliyyət kollektivləri. Mübtəda var. Qeyri-müəyyən şəxsli cümlə deyil uşaqlar bu. Larlərə baxıb aldanmamaq lazımdır. Hər tərəfə nur eləyən ay yolunu işıqlandırır. İşıqlandırır nə ay, eləmi? Sərin meh saçlarının üzünü oxşayırdı. Sərin meh saçlarını nə meh. Burada da mübtəda var. Hər iki tərəfi müəyyən şəxs cümlədir. İndi sən də əmrini gətirərlər kim? Onlar. Bu olacaq qeyri-müəyyən şəxs cümlə. Sevinərsən kim? Sən. Burada da sənlə bərpa eləyir müəyyən şəxs. Yəni birinci tərəf qeyri-müəyyən şəxs, ikinci tərəf müəyyən şəxsli cümlə oldu. Cavabın Y variantı. Eyni şəkildədir sualımız. Nədir? Birincisi müəyyən olsun, ikincisi qeyri-müəyyən olsun bu dəfə. Bu əzablar da həyatdır. Dözməliyik kim biz? Hər iki tərəf müəyyən şəxslidir. Səbin onun dediklərini nəzərə alandan sonra uşaqlar da ona qarşı mülayim davranmağa başlamışlar. Burada mürəkkəb cümlə deyil, adi sadə cümlədir. Araz vaxtına gəlib çıxdı. Kim? Araz müəyyən şəxslidir. Amma onun dediklərini hələ də gətirməmişdilər. Kim? Onlar. Eləmi? İkinci tərəf oldu qeyri-müəyyən şəxsli, birinci tərəf oldu müəyyən şəxsli. Cavabın olacaq C variantı. Dayısının böyük oğlu oynayır. Kim? Dayısının böyük oğlu. Kiçiyi həyatdadır. Kim? Kiçiyi. Hər iki tərəf müəyyən şəxslidir. Fəhmin daha səylə oxuyur. Kim? Fəhmin. Müəllimlər narazı idilər. Kim? Müəllimlər. Hər iki tərəfin mübtədası var. Bu da oldu müəyyən şəxsli cümlə. 32-də deyir ki, hər iki tərəfə əmr cümləsi ilə ifadə olmuş tabeli mürəkkəb cümləni müəyyən edin. Hava isinmişdi, isinməmiş yola çıxdıq ki, uşaqlar istiyə düşməsin. Bu tabeli mürəkkəb cümlədir. Nə deyir? Əmr cümləsi çıxdıq. Xəbər şəklindədir bu söz. Demək əmr cümləsi deyil. Əmr cümləsi olması üçün feil əmr şəklində olmalıdır. Zaman şəkilçisini görsənmi? Deməli bu artıq xəbər şəklidir. Tutdu. Görsən d. Zaman şəkli var. Deməli bu da xəbər şəklidir. Sonra arxayın olun. Bu olar. Vuruşacağıq. Acaq əcək. Zaman şəkli var. Bu da xəbər şəklindədir. Qalaq. Ağ ək. Bu nədir? Yaxşısı budur ki, sadiq qalaq. Demək, bunu əmr şəkli götürə bilərik. Bircə şəxs kimi amma düşünə bilərik, amma bu tərəfdə əmr şəklində olan feil yoxdur. Məktubu göndər. Sən göndər. Bildirsin, o bildirsin. Demək, bildirməkdən birbaşa şəxs başlanğıc forma üzərinə birbaşa şəxs şəkilçisi artırırsan, eləmi? Bu o deməkdir ki, bu əmr şəklindədir. Və yaxud da ki, digər şəkillərin heç birisinin şəkilçisi yoxdur, zaman şəkilçisi də yoxdursa, bu avtomatik olacaq əmr şəklində. Cavabın olacaq Y variantı. Hər iki tərəfə əmr cümləsi ilə ifadə olmuş tabi mürəkkəb cümlə eyni şəkildədir. Bilin, əmr cümləsi də eləmi? Güdürük. Güdməkdə ır bu da zamandır. Eləmi? Qeyd et. Əmr olar. Gətirsinlər. Bax, bu da əmr olar. Cavab B variantı. Düşündü zaman var. Eləmi? Bilirdi. Bilmək indiki zaman var. Malı məli vacib şəklidir. Ona görə bunların heç birisi cavabın ola bilməz. Feil xəbərli müəyyən şəxsi cümləni müəyyən edək. Feili xəbərli müəyyən şəxs həm mübtəda olsun, eləmi? Həm də feil xəbər olsun. Deyir ki, Şamxalın xəncərinin polad tiyəsi parça-parça oldu. Parça-parça oldu. Şamxalın tiyəsi. Hamısını birlikdə mübtədadır. Müəyyən şəxslidir, amma həmçinin də feil xəbərlidir. Həm parça-parça olmaq da feil xəbərdir. Düzdür. Cavab A variantı olacaq da. Bax, Şamxalın yiyəlik. Xəncəri, xəncərinin təzədən yiyəlik, tiyəsi, mənsubiyyət. Hamısı birlikdə mübtəda. Elə ismi birləşmə. Oldu mübtəda. Parça-parça olmaqda xəbər. Zaman var. Görürsən bu feili xəbərdir. Eləmi? Mübtəda da var. Füsudə müəyyən şəxs cümlədir. Qopuz türk xalqlarının ən qədim çalğı alətidir. Nə qopuz? Xalqlarının aləti. Türk xalqları, türkün xalqları, xalqların hamısı bir xəbər. Eləmi? Türk xalqları. Bir söz birləşmə xalqlarının aləti bir söz birləşməsi. Hamısı bir də xəbərdir və ismi birləşmədir. İsmi xəbərdir yəni. Sizin kənddən seminarda oxuyan varmı? Sizin kənddən varmı? Kim seminariyada oxuyan? Eləmi? Var, yox, lazım, gərək. Bunlar ismi xəbər sayılır.
Müstəqil şəkildə cümlədə xəbər olur, amma ismi xəbər olur. Sonra Əşrəfin həyatı ziddiyyətlərlə dolu idi. Dolu idi ismi xəbərdir. Cahandar ağanın od tayasına od vurmuşlar. Kim onlar? Bu da qeyri-müəyyən şəxs cümlədir. İsmi xəbərli müəyyən şəxs cümlə istəyir bu dəfə. Demək, Salmanı hirsləndirmək, qəzəbləndirmək mümkün deyildi. Mümkün deyildi. Xəbər. Bu mümkün sözü feil olmadığı üçün. Yəni feilin şəkilləri deyil ki. Demək bu oldu ismi xəbər. Nə qəzəbləndirmək, nə Salmanı hirsləndirmək. Mübtəda və xəbərdir, müəyyən şəxs cümlədir və ismi xəbərdir. Elə burada da cavabın olacaq A variantı. Bu adamın yerişi və gülüşü seçilirdi vaxt feili xəbərdir. Eləmi? Günəşin hər yerə od ələyən vaxt, günəşin vaxtı ilə hamısı bir xəbər və şəxssiz cümlə. Bu yiyəlik, bu da mənsubiyyəti. İdi də özündən qabaq birləşir. Mənəvi saflığa hamı dəyər verir. Dəyər verir kim? Hamı. Demək, veri də görürsən ki, feili xəbərdir. Göründü də feili xəbərdir. Feili xəbəri şəxssiz cümlə. Demək, əhəmiyyət verilmədi. Feili xəbərdir. Lətifənin gətirdiyi dəlillərə nədənsə nəyə? Lətifənin gətirdiyi dəlillərə əhəmiyyət verilmədi. Şəxssiz feil. Elə bu da feili xəbərdir. Əhəmiyyət verilməmək. Sonra burada da mübtəda yoxdur, heç cür bərpa eləyə bilmirsən. Cavab A variantı. Yəni digərlərinə baxaq. Özgəyə quyu qazan özü düşər. Kim? Özgəyə quyu qazan. İlk baxışdan ümumi şəxslə oxşasa da, mübtəda var deyə bu müəyyən şəxslidir. Sağlam və xoşbəxt olmaq hamının hüququdur. Hamının hüququdur nə? Sağlam və xoşbəxt olmaq. Mübtəda var. Deyib kim? Atalar. Mübtəda var. Nazimin bu məsələdə xəbərsiz olduğu bəllidir. Nə? Nazimin bu məsələdə xəbərsiz olduğu. Bu da mübtəda var. Mübtədalar olduğu üçün müəyyən şəxs cümlələrdir. Getdim. İsmi xəbəri şəxssiz cümlə. Gəl baxaq. Demək, bərpa etmək feili xəbərdir, dözə bilmək feili xəbərdir, qaranlıq idi ismi xəbər. Deyir ki, atlı təpənin başına çatanda artıq qaranlıq idi. Nə zaman? Atlı təpənin başına çatanda. Zərflik və xəbərdən ibarətdir bu cümlə. Burada da başqa mübtəda yoxdur, bərpa eləyə bilmirsən, elə cavabın C variantı. Deyədən 7-lik feili xəbərdir. O birisindən də baxaq. Müşfiqin çox iti yaddaşı olub. Müşfiqin çox iti yaddaşı olub. Demək, feili xəbərdir. Sonra Nurəddinin bu işdən xəbəri yox idi. Nurəddinin xəbəri yox idi. Yox idi nə? Nurəddinin xəbəri. Mübtəda da var, getdi. Yalnız baş sözlərdə ibarət ismi xəbərli müəyyən şəxsi cümlə. Yalnız baş sözlər deyir. Nümunəvi şəkil, necə şəkil? Təyin var, harada yaşayır kənddə, eləmi? Kimi qarşıladı? Uşaqları. Susmuşdu kim? Hamı. İsmi xəbərlə istəyir. Bu feili xəbərlidir. Demək, əmimin oğlu bax, bu yiyəlik, bu da mənsubiyyət. Şöbənin müdürü, bu qeyri-müəyyən yiyəlik, bu da mənsubiyyət. Şöbə müdürü xəbər, əmmin böyük oğlu mübtəda. Yalnız baş sözlərdən ibarətdir. İsmi birləşmə olduğu üçün xəbər də ismi xəbər olur. Feili birləşmədə ismi xəbər olur. Ümumiyyətlə feili xəbər deyərkən feilin şəkilləridir, bir də frazoloji birləşmələrdir, başqa bir şey yoxdur. Cavab da E variantı. İsmi xəbərli müəyyən şəxsin cümləli müəyyəndir. Bu tipli suallardan qurtulsaydıq canımız qurtulardı. Bu tipli suallar ard-arda gəlir və eyni tipli suallardan adam yorur. Bildik də ismi xəbər nədir, müəyyən şəxsin nədir? Nə qədər olar? Deyir ki, dərsin son dəqiqələri idi. Dərsin dəqiqələri hamısı birdə xəbər, son dəqiqələri idi, hamısı birdə xəbər getdi. Deyir, şəxssiz cümlədir bu, getdi. Müəyyən şəxs istəyirsən. Şagirdlərin böyük hissəsi sinifdə idi. Kim? Şagirdlərin böyük hissəsi. Bax, şagirdlərin yiyəlik hissəsi mənsubiyyət. Müəyyən şəxs cümlədir. İsmi xəbərlidir də həmçinin. Cavab elə B variantı. Sərnişin təyyarəsi yola düşməli feili xəbərdir. Barışmaq feili xəbərdir. Qalibkələr feili xəbərdir. Tərəflərdən biri ismi xəbərli, digəri feili xəbərli olan tabi mürəkkəb cümlə. Biraz sağ olsun. Şey dəyişdi. Sual tipinə. Küçələr bomboş, yollar tərtəmiz idi. Bomboş idi nə? Yollar. Küçələr daha doğrusu tərtəmiz idi nə? Yollar. Hər iki tərəfi mübtəda və xəbərdən ibarətdir. Bomboş idi.
Tertemizdir. İsmi xəbərlidir. Eləmi? Ee, Mürəkkəb cümlədir. Səndən deyir feili xəbərli olsun da digəri. Hər ikisi ismi xəbərlidir axı bu. Getdim. Sənin vicdanın təmizdir. Təmizdir nə? Sənin vicdanın bu oldu ismi xəbər. Onu belə də saxlamasan kim? Sən. Sən kimi düşünə bilirsən, eləmi? Saxlamalısan xəbər. Hər iki tərəf müəyyən şəxs cümlədir. Bura ismi xəbərdir, bura feili xəbərlidir. Ona görə cavabın olacaq B variantı. Şərt ödədim. Ata, su töküm, əl üzünü yu. Ata xitabdır. Mən su töküm, sən əl üzünü yu. Hər ikisi töküm və yu feili xəbərdir. Gözlədim feili xəbərdir, gəlmədin feili xəbərdir. Eləmi? Mədinəni, Məmmədin, Mədinə nə idi? Üzü tamamilə dəyişmişdi feili xəbərdir. Yalışıb yanında da yenə feili xəbərdir. Sonra 41. Xəbəri düzəltmə sifətlə ifadə olmuş ikinci dərəcəli üzvlü müəyyən şəxs cümlə. Neynədir bu? Xəbəri düzəltmə sifətlə ifadə olunmuş. Anladın mı? Gəl xəbəri düzəltmə sifət tapaq. Cəsarətli, cəsarətdən cəsarətli, eləmi? Düzmək feilindən düzgün sifəti. Məktəbdən məktəbli isimdir. Çırtlamaq feildir, eləmi? Cəlb edicidir, necədir? Cəlb edici. Bu mürəkkəbdir. Cavabın qaldı səndə ya A, ya da B. Eləmi? İndi digərlərini yoxlayaq. Xəbər düzəltmə sifətlə ifadə olunmuşa kimi tapdıq. İkinci dərəcəli üzvlü müəyyən şəxs cümlə. Demək, bu fikirlərdən çox cəsarətlisən. Kimsən? Eləmi? Nədən? Nədə? Bir dəqiqə. Bu fikirlərində çox cəsarətlisən. Məsələn, çox burada oldu zərf. Eləmi? Nədə fikirlərində? Hansı fikirlərində? Bu fikirlərində. Aha. İkinci dərəcəli üzvlər var. Kim? Sən. Mübtəda kimi düşünə bilirsən. Müəyyən şəxs cümlədə. Cavadın fikirləri bu mübtədadır. İkinci dərəcəli üzv yoxdur. Səndən nə deyir? İkinci dərəcəli üzvün olan. Yəni cavabın olacaq A variantı. Hissə baxanda tapmaq olur. Tərkib hissələrindən biri qeyri-müəyyən şəxsli cümlə olan tabisi mürəkkəb cümlənin müəyyənidir. Sanki başına qaynar su tökdülər. Bədəni cizildəməyə başladı. Tökdülər nə? Su. Elə başladı. Nə? Bədənində. Hər iki tərəfin özünün mübtədası var. Müəyyən şəxsli. Daha doğrusu şey olacaq. Qeyri-müəyyən şəxsli olmur da. Elə sanki başına qaynar su tökdülər. Kim? Onlar olur. Tökdülər. Suyu tökdülər. Nəyi? Tamamlıqdır. Biz niyə bunu mübtəda kimi düşünürük? Kim tökdü? Onlar. Bu qeyri-müəyyən yerlik halda, təsirli halda olan tamamlıqdır. Eləmi? Qeyri-müəyyən şəxsli cümlədir. Bədəni, burada da bədəni sözü mübtədadır. Bu olur müəyyən şəxsli cümlə. Hər iki tərəfin özünün mübtəda və xəbər məsələsinə görə olur tabis mürəkkəb cümlə. Eləmi? Biri qeyri-müəyyən şəxsli, o biri də nədir? O birisini istəmirik. Belə biri qeyri-müəyyən şəxsli olduğu üçün şərt ödədi. Cavabın olacaq A variantı. Bir neçə gün idi məktəbin idman zalında təmir işlərinə başlamışdılar. İdi ki, tabis mürəkkəb cümlədir bu. Daha da tabeli mürəkkəb cümlədir. Atalar deyib ki, tabeli mürəkkəb cümlədir. Sən razı olarsan, mənim haqqımda pis danışsınlar. Sən razı olarsanmı? Sən razı olarsan ki, mənim haqqımda pis danışsınlar. Tabeli mürəkkəb cümlədir. Süfrənin yuxarı başdan düzərlər, aşağı başdan yığarlar. Bu ümumi şəxs cümlədir. Qeyri-müəyyən şəxs cümlədir. Hər kəsə aiddir mənası. Tərkib hissələrinin biri şəxsiz cümlə olan tabis mürəkkəb cümlə hansıdır? Görünür, günün batan vaxtı imiş. Görünür ki, günün batan vaxtı imiş. Tabel mürəkkəb cümlə. Göy otların üstündə uzandı. Kim? O. Bu oldu müəyyən şəxs cümlə. Həmin andaca onu yuxu apardı. Yuxu apardı. Kimi onu. Tabis mürəkkəb cümlədir. Biri şəxsiz cümlədir. İkinci tərəf, birinci tərəf. Göy otların üzündə uzandı. Ha, birinci tərəf müəyyən şəxslidir. İkinci tərəf şəxsiz cümlədir. Eləmi? Tabis mürəkkəb cümlədir. Biri şəxsiz cümlə olsun da. Elə cavab ödür də.
Gecədən xeyli keçmişlər. Şəxssiz qonaqlar gəlib çıxdılar. Kim? Qonaqlar, amma ki var da. Burada tabi mürəkkəb cümlədir. Yenə anasının sevinç duyduğu günlərdən biri adi cümlədir. Tabi mürəkkəb cümlə deyil. Söz verildisə ona əməl edilməlidir. Tabi mürəkkəb cümlə. Hansı cümlələrdə nitq hissələrinin sayı cümlə özlərinin sayından çoxdur? Məktəblilərlə görüşdülər. Bax, görüşdülər. Kimlə? Məktəblərlə. 2 dənə cümlə özü var. Həm qəşəng sual. 2 cümlə özü. Nitq hissəsinə bax. Məktəbli 1, lalə qoşma, görüşmək feil. 3 nitq hissəsi. Burada bu tipli suallarda uşaqlar əsasən sizdən nəyi yoxlayır? Birlikdə yazılan, yəni sözə bitişik yazılan köməkçi nitq hissələrini seçmək tələb olunur sizdən. Sən məktəblərlə sözünə birgə baxsan deyəsən 2 dənə də elə. Lanı orada görmən lazımdır. Və yaxud da ki, səhərəcən, məsələn, cəni burada görmən lazımdır. Səhərədək, səhərə qədər. Nədir? Qoşmadır da bu. Bunları görmən lazımdır. Görməsən artıq cavabı tapa bilməyəcəksən. Elə cavab 1 və 4'dür. Nə ilə deyil də bu, necədir, necə, nə təzdədir. Yəni inanla, nə ilə sual vermə. Nöqtələrin yerinə uyğun gələn fikirləri müəyyən edin. Tərkibində qeyri-müəyyən yerlik halda olan söz işlənmiş cümlədə qeyri-müəyyən yerlik halda olan cümlə nə deyir? Qeyri-müəyyən yerlik halda olan söz işlənmiş cümlədə mütləq bax, qeyri-müəyyən yerlik halda sözün sonra mütləq üçüncü şəxsin təkini qəbul etmiş mənsubiyyət şəkilçili söz olmalıdır. Üçüncü şəxsin təkinin mənsubiyyət şəkilçili sözü olmalıdır. Mütləq. Çünki biz nə dedik? Nə plus I sxemi qoymuşduq da özümüz yadınıza gəlsin dərslərdə. Bu mütləq olmalıdır. Yəni 1-i 4'dür. Eləmi? Tabeli əlaqəsi var. Aralarında təyin söz birləşməli idarə əlaqəsi var da, elə deyil. Tabeli əlaqəsi mütləq var. Leksik mənası olan söz zaten mütləq var. Çünki söz birləşməsi yaranır orada. Söz birləşməsi yaranması üçün də yəni qeyri-müəyyən yerlik hallı söz şey olası deyil ki, köməkçi nitq hissəsi olası deyil ki, qeyri-müəyyən yerlik hallı. Əsas nitq hissəsinin üzərində atılır da. Bu əsas nitq hissəsinin hamısında leksik mənası var. Mürəkkəb söz ola da bilər, olmaya da bilər. Bütün cümlə özləri ola da bilər, olmaya da bilər. Onun heç bir əlaqəsi yoxdur. Həmin bu qeyri-müəyyən yerlik hallı sözün sonra mənsubiyyət şəkilçili söz ikisi birlikdə mübtəda olar. Eləmi? Başqa bir dənə xəbər olar. Bütün cümlə üzrə olmaya da bilər də. Yəni nə mənası var? Rahat bir sualdır. Bir dənə bunu tapmaq. 1-2 çox rahatdır zaten. Açıq-aşkar bilinir, amma 4'ü bir qədər düşünmən bəlkə də lazım ola bilərdi. Nümunələrin birində kökü amonim olan düzəltmə söz. Kökü amonim olan birsiz kök və şəkilçi ayıracaqsan, tapacaqsan ki, hansı amonimdir. Mən elə bildim deyək ki, kökü sifətlə amonim olan. Onu izah etməyə çalışırdım ki, məsələn, kökü sifətlə amonim olan deyərkən faktiki olaraq sözdəki sözün kökü sifət olmamalıdır. Eləmi? Məsələn, sıxlaş sözün kökü sifətlə amonim deyil. Feillə amonimdir. Niyə görə? Lanlaş şəkilçisi yalnız adların üzərində artırılır. Bilirəm ki, buradakı sıx sözü sifətdir. Bunun digər məna tayı feildir. Artıq bu kökü feillə amonim olandır. Sifətlə yox, məsələn. Bunu da yeri gəlmişkən dedik. İndi qaydaq testimizə nümunələrin birində kökü amonim olan düzəltmə isim söz birləşməsi tərkibində işləmişdir. Gəl tapaq kökü amonim olan düzəltmə ismi. Şair ona verilən çiçəkləri güldana qoymuşdu. Burada kökü güldan sözü var. Burada güldür sözün kökü. Kökü amonimdir. Amma söz birləşməsinin tərkibində deyil bu söz. Eşkimin nazlı yara anlattım. Yar. Kimə yara gönlük aldı bu heç? Bal, noğul, şəkər, yaxşı, başqa yoxdur. Səlimnaz arvad yerə dağılmış xırdaca kağız parçalarına baxdı. Nigar plətəni yandırıb çaydan, bir də çay sözü olar. Burada söz birləşməsinin tərkibində deyil. Atlar Kür sahilindəki daşlığın xəlvət bir yerində. Daş olar bax. Daşmaq. Çay daşdı məsələn, su daşdı. Bir də bildiyimiz daş. Daşlığın yiyəlik, yeri mənsubiyyət söz birləşməsinin tərkibindədir. Cavabın olacaq Y variantı.
Nə deyir? Hansı tabis mürəkkəb cümlədə yalnız qrammatik mənası olan sözlər də işlənmişdir? Yəni köməkçi nitq hissəsi də var. Ağılla danışmaq çətindir, ağılla susmaq ondan çətindir. Bax, çətindir nə? Ağılla danışmaq. Çətindir nə? Ağılla susmaq. Hər iki tərəfin özəl mübtədası var, xəbər var. Bu oldu tabisiz mürəkkəb cümlə. Tərkibində nə var? Qarşılaşdırma bağlayıcısı var. Ona görə cavablardan biri olacaq 1. Eləmi? Öz övladlıq borcunu dərindən dərk edən insanlar var ki, onlar hər cür tərifə layiqdirlər. Tabis mürəkkəb cümlədir də bu 2 var, tabi mürəkkəb cümlədir. 2-ni siləcəksən məsəl üçün. Cavabın 1-dən olan sadəcə 1, 3, 4. Nadan xoşbəxtliyi uzaqlarda axtarır. Kim nadan? Kim müdrik? Hər iki tərəfi mübtədası var. İsə də var, görsən. Köməkçi nitq hissəsi. Sonra ağıllı adam istifadə edər. İstifadə edər kim? Adam. Hansı adam ağıllı? Daha ağıllı adam başqalarının ağıllığını istifadə edər. İstifadə edər kim? Yəni adam. Hər iki tərəfin mübtədası və xəbəri ilk başda eyni söz olsa da bu tabis mürəkkəb cümlədir uşaqlar. Fərq yoxdur. Hər tərəfin özündə mübtəda iştirak edib, xəbər eləyib həbsi. Demək daha da var da burada ədat. Cavabım 1, 3, 4 olacaq. Elmin cöfər qızıl kimidir. Köhnəldikcə təzələnir. Təzələr nə? Elmin cöfəri. Həmciz xəbərli sadə cümlədir bu. Şey olmayacaq ona görə. Kimi qoşma var amma tabis mürəkkəb cümlə deyil də. Sonra 48-ə baxaq. Yanlış fikri müəyyənləşdirək deyir. Baxaq görək nə deyir. Cəm və mənsubə şəkilçisi söz müstəqil şəkildə mübtəda vəzifəsində işlənə bilər. Niyə işlənməsin ki? Cəm və mənsubə uşaqlarımız gəldi. Kim? Uşaqlarımız. Cəm və mənsubə şəkilçisi söz müstəqil şəkildə mübtədadır. Feil cümlədə müstəqil şəkildə həm mübtəda, həm xəbər vəzifəsinə çıxış edə bilər. Eləyə bilər. Oxuyan gəldi. Feildir də sən. Demək ki, təsriflənəm. Bax, təsriflənməyəm. Mən təsriflənməyəndə bir nümunə verdim. Təsriflənməyəndə. Bəzən uşaqlarda belə bir algı var. Keçən dəfə dərsdə uşaqlarda hiss elədim. Feil istəyir, təsriflənməyən feil seçmir. Təsriflənməyən feil də feil də. Yəni nə mənası var ki? Feilin bir növüdür də o. Ona niyə feil olaraq baxmırsınız? Nə olsun sifətin xüsusiyyətini daşıyır, nə zərfin xüsusiyyətini daşıyır. O da feildir. Getdi bu da. Sonra hal şəkilçili söz müstəqil şəkildə mübtəda vəzifəsini çıxış edə bilsə də xəbər vəzifəsini çıxış edə bilmir. Niyə? Təhsil ihallı söz xəbər vəzifəsinə çıxış eləmir da, sənindir. Bax, söz demirsən, nitq hissəsi də demədən söz deyir. Mən də əvəzlik seçdim. Sənindir. Yiyəlik Allah vəzlik. Oldu nə xəbər? Yanlış fikirli cavab variantı. Feillər xəbər vəzifəsinə çıxış edərkən şəxs sonluğu qəbul etməyə də bilər. Edə də bilər, etməyə də bilər. Yəni bu bir şey məcburiyyətində deyil ki, o oxudu. Məsələn, şəxs sonluğu yoxdur. Oxuyacaq. Oxuyacaqdır. Həm qəbul etdi, həm qəbul etmədi. Mübtəda cümlənin ən müstəqil üzvü olsa da bütün cümlə üzvləri sintaktik əlaqədə olmur. Bəli, mübtəda tamamlıqdan əlaqədə olmur. Yadınızda saxlayın ki, bax bir-birinə əlaqədə olmayan mübtəda tamamlıq. Bir də mübtəda zərflik. Mübtəda zərflik. Mübtəda bunlardan əlaqədə olmur. Özlüyündə tamamlıq və zərflik də, tamamlıq və zərflik də bir-birinə sintaktik əlaqədə olmurlar. Ona görə bu da doğru fikirdə getdim. Altına xətt çəkilmiş ifadələr sintaktik baxımdan nədir və tire işarəsi götürsə nə olur? Nizaminin yurdu Gəncə zəngin tarixə malikdir. Mövcud bir şəkildə sən buna tire qoyduğun üçün ikinci tərəf olur əlavə. Elə deyil, bu əlavədir, mübtədanın əlavəsi. Sən tren çıxartsan, Gəncə, hansı Gəncə Nizaminin yurdu? Artıq birinci tərəfə təyin deyəcəksən. Bax, bir də mübtədadır, iki mübtədanın əlavəsidir. Elə mübtəda və mübtədanın əlavəsi. Məsələn. Sonra. İkidə isə, ikinci şəkildə isə birinci tərəf təyindir, ikinci tərəf mübtədadır.
Təyin əlavə nədir? Bunu götürsəm necə əlavə ola bilər? Təyin mübtəda. Hə, bax cavab Y variantı. Yəqin ki başa düşdünüz uşaqlar. Baxın, mövcud şəkildə bilirsən ki, əlavə et. Bu heç. Bunu sil buradan. Oxu. Nizaminin yurdu Gəncə zəngin tarixə malikdir. Hara Gəncə? Hansı Gəncə? Nizaminin yurdu. Oldu təyin. Burada mübtədası. Altdan xətt çəkilmiş ifadələr sintaktik baxımdan nədir və onların arasında tire işarəsi qoyulsa nə baş verər, hə? Cəbran. Bunlar harda yazdıq, nə vaxt yazdıq? Burada gəlib çatmamışıq hələ. Yəqin dərsdə işləmişik. Demək deyir ki, altdan xətt çəkilmiş ifadələr. Hə, burada tərsinədir də. Mövcud şəkildə təyin mübtəda olacaq, yəqin ki. Eləmi? Təyin milli qəhrəmanımız, hə, kim Mübariz İbrahimov, hansı Mübariz İbrahimov milli qəhrəmanımız. Burada təyin və mübtədadır. Tire qoysam mübtədanın əlavəsi olacaq. Eyni sualda tərsinə verib də. Cavab B variantı. Məntiqli sualdır. Düşünmək vadir edir ən azından. Hansı cümlənin xəbəri tələffüz, hansı cümlənin xəbəri tələffüzü yazılışından fərqlənməyən sifətlə ifadə olmuşdur. Hə. Ayrılmışdır feil ümumiyyətlə, mürəkkəbdir. P-dan burada, narahatam. İsti olur, küsgün olur, eləmi? Ona görə cavabın sənin burada olacaq. C variantı narahatam. Tabii mürəkkəb cümlələrdən birində birinci cümlə qeyri-müəyyən şəxs cümlədir. Gah peşəkar artistlər tamaşa göstərir heç. Çox çalışsalar da sa plus da var. Bu tabii mürəkkəb cümlədir uşaqlar. Bu yaxınlarda məktəbimizi tikib qurtararlar. Kim? Onlar. Eləmi? Tabii mürəkkəb cümlədir. Birinci tərəfdə qeyri-müəyyən şəxsli cümlədir. Cavabın olacaq C variantı. Hamıya məlum oldu ki, yağ olar. Bunlar da birinci şəxsin təkindədir. Ümumiyyətlə qeyri-müəyyən şəxs cümlə yalnız şəxsin cəmində olacaq da, yəni başqa bir şey axtarmağa ehtiyac yoxdur. Hansı sözləri həm mənsubət şəkilçili isim, həm də fiil şəkillərinin biri kimi düşünmək mümkündür? Bu sual var idi şeydə. Təkcə mövzular arası əlaqəli yoxdur. Deyəsən isim bölməsində də var idi bu tipli sual. Yoxsa buraxılışda görmüşdüm, qəbulda görmüşdüm. Yəni hoşum tanışdı bu sual. Bax deyirsən ki, məsələn, ölçüm sözünü. Deyirsən ki, ver bunu mən ölçüm. Nə edim? Mən ölçüm. Ölçməkdən ölçüm. Eləmi? Şəxs şəkilçisi. Mən ölçüm, sən ölç, o ölçsün. Baxımdan oldu şəxs şəkilçisi, bu oldu feil. Və ya deyirsən ki, mənim ölçüm, ölçməkdən ölçüm. Yenə də oldu mənsubiyyət. Eləmi? Biri götürdün. Həm mənsubiyyətdir, həm də feil şəkillərindən biri kimi düşünmək olur. Yəni, mən ölçüm deyərkən əmr şəkli olacaq da, avtomatik. Yazım. Eləmi? Dəftəri ver, məktubu ver, mən yazım. Nə edim? Yazım. Yazmaqdan yazı, mən yazım mənsub şəxs. Eləmi? Mənim yazım, payızım. Fəslən bu şairlər deyir, bu yaz mənim yazımdır. Məsələn, bu m olacaq mənsubiyyət. Mövcud şəkildə bunu da götürürsən. Bir də çəkim sözü var. Deyirsən ki, ver, telefonu ver, sənin şəklini çəkim. Çəkməkdən, eləmi? Çəkim. Bu şəkildə. Və yaxud da deyirsən ki, mənim çəkim, ölçüm, çəkim, yəni tərəziyə çıxıram, ağıram, məsələn, arıqlamaq lazımdır. Çəkməkdən, çəki, m-da mənsubiyyət. 4 də götürəcəyiz. Ona görə cavabın olacaq 1, 2, 4. Belə. 54-də. 54-də geyim, baxım, sancım. Mənim sancım var. Eləmi? Sancım. Mənsubiyyət. Gərək mən səni sancım. Yəni bir gün acı söz deyim, səni sancım mənasında məsələn. Burada şəxs şəkilçisi olacaq. Yayım, mənim yayım, payızım, qışın bayaq saydıq ondan. Bir də deyirsən ki, yuxanı ver mən yayım.
Nə idim? Yayım. Bir mənsubiyyət, bir şəxs. Yozum. Məsələn, sənin yuxunu mən yozum. Nə idim? Mən yozum. Bu şəkildə düşünə bilirsən. Mənim yozum. Olmur, eləmi? Mənim yozum olmur. Mənsubiyyət kimi düşünə bilmirsən. Getdi. 3-5 götürdük də. Baxım. Mənim üzüm. Məsələn. Eləmi? Bir də var ki, meyvəni mən üzüm. Nə edim? Üzməkdən üzüm. Ağacdan üzüm. 3, 5, 6. Cavab olacaq A variantı. Belə. Bilirsən ki, mən səni unutmamışam cümləsindəki sözlərə aid səhv fikrim. Unutmamışam məlum növdə olan sadə feildir. Unutmamışam məlum növdədir, sadə feildir. Budaq cümlə feili xəbərdir. Budaq cümlə buradır. Eləmi? Feili xəbərdir. Düz deyir də adam, hamısını düz deyir. Ki tabelik bağlayıcısıdır. Budaq cümlə baş cümlə bağlamışdır. Bu da doğrudur. Mən şəxs əvəzidir. Adlı haldadır. Budaq cümlə mübtədasıdır. Bəli. Bura baş cümlədir, bilirsən ki, bura budaq cümlədir. Ki var, hələn biri baş, ikinci budaq. Yenicə təzədə yoxdursa, bir avtomatik bilirsən ki, birinci başda, ikinci budaqdır. Səni təsirli halda olan şəxs əvəzliyidir. Düzdür, təsirli olan şəxs əvəzliyidir. Budaq cümlə tamam olur, bu da doğrudur. Bilirsən, şərt şəklində olan feildir, baş cümlə xəbərdir. Şərt şəklində deyil. Bilməkdən, indiki zamanda sasəş, nədir burada? İsə hissəcik. İsə hissəcik. Buna görə cavabın olacaq Y variantı. Soruşun ki, bu necə oyundur? Bu işarə əvəzlidir, budaq cümlə. Bax, siz soruşun. Bu da yəni baş cümlə, budaq cümlə. Budaq cümlənin deyir ki, əvəzlidir, daha doğrusu mübtədasıdır. Nə bu? Ha, necə oyundur? Nə bu? Sonra. Demək, bu doğru fikirdir. Tabelik bağlayıcısı budaq cümlə baş cümlə bağlamışdır. Bu da doğrudur. Soruşun xəbər şəklində olan feildir. Xəbər şəklində olması üçün xəbər zaman şəkilçisi lazımdır. Zaman şəkilçisi görürsünüz uşaqlar. Yoxdur. Ona görə cavabınız C variantı. Necə sual əvəzliyidir? Cümlədə təyin funksiyasını yerinə yetirir. Bəli. Oyundur isminə aid olduğu üçün uşaqlar ismə aid olduğu üçün təyin funksiyasına zərflik deyil. Necə oxuyur desə, hə, necə zərflik olacaqdır orada məsələn. Sonra oyundur, adlı olan isimdir. Bu dağ cümlə xəbərdir. Doğrudur. Başqa bir şey yoxdur burada. Sonra atalar deyiblər, ovçuya dağı nişan verərlər, ovu nişan verməzlər. Bu vasitəsiz nitq deyil, amma deyir ki, doğru olmayan fikri müəyyən edin. Vasitəsiz nitq qeyri-müəyyən şəxs cümlədə ibarətdir. Bax bura. Ovçuya dağı nişan verir, bu ümumi şəxs cümlədir uşaqlar. Ümumi şəxs cümlədir. Qeyri-müəyyən şəxs cümlə deyil. Ümumi hər kəsə aid də məna. Sənə mənə demir ki, bütün topluma aid olan bir şeydir. Cavabın olacaq A variantı. Xəbərlər feilin xəbər şəklində deyiblər, verməzlər. Düzdür. Zaman bax, keçmiş, gələcək. MV müəllifin sözü, bu da vasitəsinin başqa da təzə müəllif söz gəlmir. Bu da düzdür. Müəllifin sözləri müəyyən şəxs cümlə. Deyibdir kim? Atalar. Düzdür. Müəyyən şəxsdir. Mübtəda və xəbərdən ibarət. Gördüyünüz kimi yalnız mübtəda və xəbərdən ibarətdir. Bu da doğru fikirdir. Atalar demişdir. Eyni şəkildədir. Müəllifin sözü də vasitəsində sadə cümlədə ibarətdir. Zəhmətlə yeyilən acı soğan, minnətlə yeyilən baldan şirindir. Şirindir nə? Soğan. Düz daha soğan. Doğru fikirdə hər iki tərəfi sadədir. Cümlədə iki feil sifət tərkibi işlədilmişdir. Demək, zəhmətlə yeyilən acı, hansı acı soğan? Zəhmətlə yeyilən, nemətlə yeyilən. İki dənə düzdür. Vasitəsiz nitq ümumi şəxs cümlədir. Zəhmətlə soğan mübtəda var. Şirindir nə soğan. Məna ümumi hər kəsə aid ola bilər uşaqlar. Amma cümlədə mübtəda varsa artıq o müəyyən şəxs cümlədir. Ümumi şəxs cümlə olmayacaq. Cavab C variantı. Sxema uyğundur. Eləmi? Müəllifin sözü feili xəbərlidir. Düzdür. Şirindir. Bu da ismi xəbərlidir. Və düzdür. Tabeli mürəkkəb cümlələrdən birinin budaq cümləsi şəxssiz cümlədir. Onlar gəlib çatana başa düşdülər ki, artıq gecdir. Budaq cümlə burada gecdir də nədir? Şəxssiz cümlə düzdür. Belə cavabın olacaq A variantı.
Sonra kökü amonim olan bu sözü həm ismin yiyəlik halında, həm də mənsubiyyət şəkilçisi söz, həm də feilin əmr şəkli kimi başa düşmək olar. Gəl baxaq A variantına. Məsələn, kökü amonimdir. Qazmaq, qaz. Bu düzdür. Kökü amonim olan söz düzdür. İsmin yiyəlik halı. Qazın qəbzini at mənə. Məsələn, olar. Bu yiyəlik halda oldu. Elə mi? Mənsubiyyət şəkilçili söz. Sənin qazın. Həyətdəki qaz. Qazın tükləri də kimi düşünsən, məsələn, bayaq yiyəlik halda olur. Sənin qazında olur mənsubiyyət. Siz torpağı qazın. Nə idi? Qazın. Feilin əmr şəklində düşünmək olur. Elə cavab olacaq A variantı. Belə uşaqlar, burada yekunlaşdıraq. 61-dən sonra növbəti izahlarımızda verərik. Bu tipli izahların tez-tez gəlməyini istəyirsə, dəstək olmaq üçün abunə olmağı, paylaşmağı unutmayın. Sağ olun, növbəti dəstəyə görüşərik.